Leyləklər 1,5 metr hündürlükdə böyük kanadlı köçəri quşlardır. Dimdiklərinin və uzun ayaqlarının qırmızı olması leyləkləri daha sevimli göstərir. Leyləklər hər il köç edirlər, çünki soyuq bölgələrdə yaşaya bilmirlər. Leyləklər bizə yayın isti günlərinin müjdəsini verirlər. Havaların nə zaman esinəcəyini bilmələri möcüzədir. Bir il sonra yenidən yaz fəslində leyləklər minlərlə kilometr yolu geri dönüb, köhnə yuvalarını tapırlar. Təbii ki, bu cür güclü yaddaş və belə möhtəşəm istiqamət tapmaq qabiliyyətini leyləklərə uca Allah ilham edir. Qovulmuş şeytandan Allaha sığınıram. Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd sənasını bilir. Allah onların nə etdiklərini bilir. Nur surəsi 41-ci ayə.